Gününüz xeyirli olsun uşaqlar. 6-cı sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmə 5-in B variantının izahını paylaşırıq. Bir əvvəlki videoda sizinlə artıq A variantının izahını bölüşmüşdük. Birinci sualda deyir ki, nümayəndəsi qalmamış orqanizmlər adlanır. Əlbəttə ki, ə, nəsli kəsilmiş canlı. A variantı. Quru yaşayış mühitinə aid deyil. Bizdən aid olmayanı soruşur. Əlbəttə ki, okean. Köçəri quşlarda olan çöl qazları hansı formada uçduqda ilk növbədə enerjiyə qənaət edirlər? V formasında uçduqları zaman enerjiyə qənaət edirlər. Alaqaranlıq və gecələr həyat tərzi sürdükləri üçün gecə çiçəkləyən bitkilərin tozlanmasında iştirak edir. Bəli, yarasalar gecə çiçəklərinin tozlanmasında bilavasitə iştirak edirlər. İkinci səviyyəli suallara keçirik. Yaşayış şəraitinin dəyişməsi səbəbilə canlıların yer dəyişməsidir. Yaşayış şəraitinin dəyişməsi bu adlanır miqrasiya. Aşağıdakilərdən hansı quruluş uyğunlaşmasıdır? Giləmeyvə ilə qidalanma? Xeyr. Düşmənlərdən qaçma? Xeyr. İslanmayan qanadların olması? Bəli. Bax, bu quruluş uyğunlaşmasıdır. Ekoloji piramida nədir? Biotik və canlılar xeyr, qida zəncirinin müxtəlif səviyyələrindəki ayrı-ayrı canlıların bir-biri ilə necə əlaqəli olduqlarını təsvir edən. Bəli, doğru cavab B variantı. Aşağıdakı qarışıq qida zəncirinin düzgün, ardıcıllıqla göstərildiyi variantı müəyyən edin. Tırtıl, qanqal, kərtənkələ, dəvədəlləyi. Deməli, biz əvvəlcə başlamalıyıq bitkidən, yəni qanqaldan. Sonra tırtıl, daha sonra tırtılla qidalanan dəvədəlləyi və kərtənkələ. Bu da D variantında özünü göstərib. Davam edək 9-cu sual ilə. Aşağıdakı fikirlərdən hansılar doğrudur? Su mühitində yaşayan bəzi heyvanlar nəm dəri vasitəsilə tənəffüs edirlər. Bəli, bu doğrudur. Qanqal bitkisi enerjisini günəşdən alır. Bəli, bu da doğrudur. Ay ekosistemlər üçün əsas enerji mənbəyidir. Xeyr, bu doğru deyil. Deməli, biri götürürük, ikini götürürük. Qida şəbəkəsi iki və ya daha çox qida zəncirindən ibarətdir. Bəli, bu da doğrudur. Qida zəncirlərinin əksəriyyətinin hər bir canlı təkcə bir konsument tərəfindən yeyilir. Xeyr. 1, 2, 4 D variantı. Və 10-cu, sonuncu suala da baxaq. Bu heyvanları onların ovlarını izləməsinə görə uyğunlaşmaları ilə müqayisə edəcəyik. Yarasa. Deməli, yarasa güclü eşitmədir. Demək ki, P-yə i uyğun gələcək. Qartalda güclü iti görmədir. Qartala uyğun gələcək i. Qütb ayəsinə isə güclü qoxu bircə i. P-yə i, Q-yə, bəli, bax, D variantındadır. Belə uşaqları bu şəkildə sizinlə bütün sualları izah etmiş olduq.